Sonra uşaqlar, hər vaxtınız xeyir, necəsiz? Ümid edirəm yaxşısınız. Uşaqlar, bizim bugünkü mövzumuz əlbəttə ki nədir? Kompüterin əsas hissələridir. Uşaqlar, monitor, sistem bloku, siçan, klaviatura. Bundan əvvəlki dərsin izahında mən səhvən sistem blokunun əvəzinə demişəm ana plata. Yəni sistem bloku demək əvəzinə demişəm ana plata. Təbii ki, bu da yanlış çıxıb. Uşaqlar, bugün sizlərə evinizdə kompüter varmı? O şəkildəki kompüterə bənzəyirmi? Gəlin baxaq görək. Mənim evimdə kompüter var və bəli, bu şəkilə bənzəyirmi? Xeyr, çünki məndə nədir? Notebookdur. Bu birbaşa ekranı və klaviaturası ayrıdır. Məndə ekran, yəni monitorla klaviatura bitişik formadadır. Şəkildəki kompüterin neçə hissəsi var? Şəkildə kompüterin 4 hissəsi var. Klaviatura yazı yazmağa, monitor ekranı göstərməyə, siçan kompüterin işini sağa sola, yuxarı aşağı doğru hərəkət etdirməyə, informasiyanı belə. Sistem bloku isə daha çox kompüterin yaddaşını və prosesorunun burada yerləşdiyini deyə bilərik. Bu xüsusiyyətlərə sahibdirlər. Buradakı kompüterin hissələri necə birləşib? Bunların kabel vasitəsilə birləşib və birbaşa olaraq sistem blokuna doğru. Sonra fəaliyyət bölməsini bilirsiniz uşaqlar, bunu özünüz evdə eləməlisiniz. Uşaqlar, sıçanın üstünə barmaqları belə qoymaq lazımdır. Çünki iki düyməsi var. Sıçanın sol düyməsi var, bir də sıçanın sağ düyməsi var. Başa düşdünüz? Ona görə nə ilənsə məşğul olduqda nəzərə alın ki, iki düymədən istifadə edilir. Sonra çərçivəyə alınmış qurğularla sağdakı əşyaların hansı oxşar əlaməti var? Gəlin baxaq. Uşaqlar, birincidə çərçivəyə alınmış qurğu klaviaturadır. Klaviatura sağında duran iki telefon və telefondur da uşaqlar. Bəli, telefon və hesablayıcı, kalkulyatorla nə ilə fərqlənir və yaxud oxşar əlaməti nədir? Oxşar əlaməti ondadır ki, hər ikisində müəyyən rəqəm yazmaq olur. Telefonda özəlliklə hərf də yazmaq olur. Bunu deyə bilərik. Klaviatura, məsələn, kompüterin klaviaturası telefonun klaviaturasına, yəni düymələrinə bənzəyir ki, zaten bir-birlərindən əlaqəsi çoxdur onların. Məsələn, hesablayıcıda hesablamaq da olar, kalkulyatorda da hesablamaq olur. İnternetə yazdıqda əlbəttə ki, və s. İndi ikinciyə baxırıq. İkincidə mouse'u görürük, siçanı görürük. Digər şəkildəkilər isə pult və canlı siçandır. Oxşar cəhətləri odur ki, kompüterin siçanla təbiətdə olan siçan bir-birinə bənzəyir. Çünki şunurları, kompüterin siçanının şunuru həyatda, yəni təbiətdə olan siçanın quyruğuna bənzəyir. Və eyni zamanda pult necə ki televizoru və yaxud kondisioneri, soyuducunu idarə etməyə kömək eləyirsə, siçan da kompüterin işini həyata keçirməyə kömək eləyir. Üçüncü isə monitordur. Kompüterin monitoru yazı lövhəsi və telefonla oxşar cəhət odur ki, hər ikisində ekranda məlumat, informasiya mübadiləsi yaratmağa kömək edir. Və eyni zamanda kompüterin monitoru televizorla müqayisədə, yəni oxşar cəhət kimi cizgi filminə baxmağa, eyni zamanda kinoya baxmağa, musiqi dinləməyə və s. Kömək eləyir. Yəni hər ikisinin oxşar cəhəti budur. Belə uşaqlar, bugünlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.